İsti qəlbin nəğməsi, baharın ürəyində qədim Azərbaycanın ucsuz-bucaqsız düzənlikləri, dağların sərin qoynunda və axan çayların səmimi sədası arasında yerləşən Gülçay kəndi min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın zəngin nəm ətirini oyadır. Hər kəsin qəlbində yeni bir başlanğıc və isti ümid doğurdu. Bu torpaq yalnız fiziki gözəlliyi ilə deyil, həm də hər kəsin qəlbində, keçmişin dərslərində və gələcəyin parlaq arzularında əbədi iz buraxan müqəddəs bir məkandır. Gülçay kəndinin sakinləri, atalarının bizə buraxdığı dəyərlərə, sevgi, mərhəmət, ədalət və dürüstlük kimi qiymətli sərvətlərə sadiq qalıblar. Onlar üçün ən böyük xəzinə maddi zənginlik deyil, qəlbdə yanan, sarsılmaz və isti işıq idi. Hər kəs keçmişin ağır xatirələrini və gələcəyin ümid dolu arzularını ürəklərində daşıyır, həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa çalışırdı. Lakin dəyişən zamanın tələbləri ilə birlikdə kəndin ritmi də yeni rənglər, yeni ümidlər axtarmağa başladı. Hər kəs sanki qışın soyuq qaranlığından çıxaraq baharın təzə təravətinə qovuşmaq üçün içindəki istini yenidən kəşf etmək arzusundaydı. Günlərin birində kənd meydanında böyük bir bayram mərasimi təşkil olundu. Bu mərasim yalnız kəndin iqtisadi və mədəni inkişafının qeyd olunması deyil, həm də hər kəsin qəlbindəki isti duyğuların, birliyin və insan ruhunun sarsılmaz ümidinin təntənəsi idi. Bayramın sabahı dağların zirvəsindən aşağı süzülən günəşin qızılı şüaları kəndin hər küncünü işıqlandırdı və hər kəs öz evlərində, kənar küçələrdə və meydanda bayram sevincini paylaşırdı. Gənc Fərhad bu bayram mərasiminin ən canlandırıcı üzlərindən biri idi. O, uşaqlıqdan bəri Gülçay kəndinin dar daş yollarında, qoca ağacların kölgəsində və atalarının eşq dolu nağıllarında böyümüşdü. Fərhadın qəlbində atası Babayevin ona öyrətdiyi həyat, isti qəlbin səsi ilə, sevgi və mərhəmətlə yazılan böyük bir roman kimidir sözləri dərindən iz buraxmışdı. O, hər zaman insanın qəlbində yanan o müqayisə olunmaz işığı itirmədən həyatın hər çətinliyini aşmağı və gələcəyə ümidlə baxmağı öyrənmişdi. Mərasim zamanı Fərhadın gözləri, böyük və parlaq, kəndin mərkəzində yerləşən sevimli qadın Gülnarı gördü. Gülnar yalnız fiziki gözəlliyi ilə deyil, həm də dərin düşüncələri, mərhəmətli davranışları və səmimi gülümsəməsi ilə bütün kəndin ürəyini fəth etmişdi. Onun saçları kəndin ən gözəl qızılgül çiçəklərinin rəngini xatırladır, gözləri isə dağların mavi səmasının sərinliyini əks etdirirdi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki dünya bir anlıq susduğu iki ürək, illərin uzaq xatirələrindən doğan, unudulmuş arzuları yenidən kəşf etmək üçün bir-birinə yaxınlaşdı. Günəşin isti şüaları altında Fərhad və Gülnar arasında yaranan bu isti, səmimi əlaqə, kəndin hər küncündə, hər evdə, hər söhbətdə mövzuya çevrildi. Hər kəs atalarının nağıllarında eşitdiyi müqayisə olunmaz sevgi və mərhəmət hekayələrini xatırlayaraq, bu iki gəncin bir-birinə olan bağlılığını və isti qəlblərinin səs-küyünü tərifləyirdi. Qızılgül bayramı kəndin hər sakininin həyatında yeni bir səhifənin başlanğıcı kimi idi, çünki bu bayram təkcə maddi inkişafın, istehsalın və iqtisadiyyatın deyil, həm də qəlbdə yanan isti sevgi və mərhəmətin təntənəsi idi. Günlər keçdikcə Fərhad və Gülnarın sevgisi təkcə romantik bir nağıl kimi qalmadı, o, həm də kəndin ruhunu, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və gələcəyin parlaq ümidini təcəssüm etdirdi. Kəndin bütün sakinləri sosial iclaslarda, ailə evlərində və bazarlarda öz aralarında bu isti duyğuları, birlik və sevgi səsini bölüşürdülər. Hər kəs həyatın hər anını, atalarının eşq dolu nağıllarını və gələcəyin ümid dolu arzularını ürəklərində daşıyaraq yeni başlanğıclar yaratmaq üçün bir araya gəlirdi. Gülçay kəndinin yaşlıları, atalarının öyrətdiyi kimi hər çətinliyi sevgi və mərhəmətlə aşmağın, həyatın ən qaranlıq anlarında belə ümidin parlaq işığını itirməməyin vacibliyini bir daha təsdiq edirdilər. Qoca Zeynəb xanım, sakit və dərin səs tonunda, əzizlərim, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan və sarsılmaz ümid, sevgi və mərhəmət işığında gizlidir. Hər acı, hər kədər içimizdə yeni bir bahar, təzə bir başlanğıc doğurur. Biz atalarımızın eşq dolu nağıllarını və dərin dəyərlərini xatırlayaraq, gələcəyin ümid dolu səhifələrini birlikdə yazmalıyıq, deyərək hər kəsin ürəyində isti bir duyğu oyandırdı. Fərhad və Gülnarın sevgisi, kəndin hər küncündə, hər daşında, hər qulaqda sanki yeni bir ümid, yeni bir istehsalın, yeni bir başlanğıcın simvoluna çevrildi. Kəndin gəncləri onların örnəyindən ilham alaraq, öz həyat hekayələrində atalarının eşq dolu nağıllarını və müqayisə olunmaz dəyərləri təcəssüm etdirməyə başladılar.
Ramil təhsilə böyük önəm verərək ailəsinin aldığı maddi dəstəklə ali təhsil almağa can atdığı Fatimə xanım isə öz bağını və təsərrüfatını yenidən canlandıraraq təzə meyvələr və tərəvəzlərlə dolu bir baharın izlərini kəndə gətirdi. Bu proses kəndin iqtisadiyyatında da müsbət dəyişikliklər yaratdı. Yeni istehsal metodları, modern texnologiyalar və təzə ideyalar kəndin məhsuldarlığını artırdı. Qızılgül bayramı zamanı kəndin hər küncündə, hər evdə, hər bir ailənin öz həyat hekayəsini yenidən yazmağa başlaması, sanki bir təzə baharın, ümidin və sevginin sarsılmaz gücünün canlı təcəssümü kimi idi. Hər kəs həyatın hər anında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində daşıyaraq, qaranlıq anlardan sonra doğan isti günəşin parlaq şüalarını hiss edirdi. Fərhad, atı qürur əvun üzərində keçirdiyi uzun yolculuqda, hər addımda qəlbində yanan o müqayisə olunmaz işığı hiss edirdi. O, qürur əvun sürətli addımları ilə kəndin dar-daş yollarını keçərkən, hər bir daş, hər bir yarpaq ona həyatın incə sirlərini və müqayisə olunmaz ümidin doğuşunu xatırladırdı. O, hər bir nəfəsi ilə atalarının öyrətdiyi dəyərlərin, sevginin və mərhəmətin ən qaranlıq gecələrdən sonra belə təzə və sarsılmaz bir işığa çevrildiyini hiss edirdi. Günlər keçdikcə Fərhad və Gülnarın sevgisi kənddə geniş yayıldı. Sosial iclaslarda, ataların nağıllarında, ailə evlərində və bazarlarda hər kəs bu isti duyğuları, birliyi və gələcək üçün duyduğu müqayisə olunmaz ümidləri paylaşırdı. Hər kəs həyatın inkubasiya prosesində hər acının, hər kədərin içində doğan yeni ümidləri və müqayisə olunmaz dəyərləri eşidirdi. Kəndin məktəbində müəllimlər, uşaqlara qızıl əyin yalnız maddi bir sərvət olmadığının, əsl zənginliyin qəlbdə yanan, insan ruhunun dərinliyində gizli olan müqayisə olunmaz dəyərlərdə olduğunu öyrədirdilər. Bu təzə bahar və isti ümid, kəndin hər küncündə insanlara yalnız maddi inkişafın deyil, həm də mənəvi yenilənmənin, ataların öyrətdiyi müqayisə olunmaz dəyərlərin və sevginin sarsılmaz gücünün təcəssümü idi. Fərhad və Gülnar, kəndin mədəniyyətinin, ənənələrinin və gələcəyin ümid dolu səhifələrinin bir hissəsi oldular. Onlar hər çətinliyi sevgi, mərhəmət və inamla aşaraq öz nağıllarını yazmağa davam etdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Gülçay kəndinin hər bir sakini, isti qəlbin nəğməsi, baharın ürəyində dastanını ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini heç vaxt unutmadan həyatın hər anını sevgi, mərhəmət və inamla yaşamağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, ən böyük zənginlik maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz işıqdır. O, həyatın inkubasiya prosesində doğan təzə ümid və sevgi ilə ən çətin anlarda belə sarsılmaz qalır. Beləliklə, Gülçay kəndi, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq, həyatın hər çətinliyini sevgi və inamla aşdı, öz nağıllarının isti qəlbin nəğməsi, baharın ürəyində dastanını yazaraq, gələcək nəsillərə də bu müqayisə olunmaz dəyərin və təzə ümidin sarsılmaz gücünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən, öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunun dərinliyində işıqlandıran və hər kədərin, hər acının ardında doğan o müqayisə olunmaz işıqdır. Bu, Gülçay kəndinin, atalarının eşq dolu nağıllarının və təzə baharın canlı təcəssümü idi. Beləliklə, isti qəlbin nəğməsi, baharın ürəyində adlı bu dastan Gülçay kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi iz buraxaraq, hər kəsə həyatın ən çətin anlarında belə sevgi, mərhəmət və inamın sarsılmaz gücünün nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbin səsini dinləyərək, həyatın hər səhifəsini, hər cümləsini, qəlbdə yanan o isti ümid işığını, o müqayisə olunmaz qızıl səsi eşidərək, öz nağıllarını sevgi və inamla davam etdirdi. Bu, Tolstoyun romanlarında olduğu kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, Gülçay kəndinin sakinləri hər çətinliyi sevgi və mərhəmətlə aşaraq, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan isti ümid işığını itirmədən, gələcək nəsillərə də bu sarsılmaz dəyərin və sevginin canlı təcəssümünü miras qoydular.
Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz işıqdır. O, həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü idi. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Gülçay kəndinin hər bir sakini, isti qəlbin nəğməsi, baharın ürəyində, dastanını ürəklərində daşıyır. Həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edir. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş edirlər.